Salam əziz müəllimlər, şagirdlər və valideynlər. Gəlin birlikdə Landau nəşriyyatının Monitoring 2-nin izahına birlikdə baxaq. Monitoring 1-in izahını həmin kitabdan izah etmişdim və kanalda yerləşdirmişəm. Daxil olub izləyə bilərsiniz. Bu da Monitoring 2-dir. Biz bunu məktəbdə öz şagirdlərimizlə keçirmişik və yüksək nəticə göstərən şagirdlərimiz də var. Gəlin indi birlikdə bu monitoringlərin, yəni monitoring 2-nin sayıca izahına baxaq birlikdə. Gəlin görəyim birinci sualda bizə nə deyir? Baxaq birinci sualımıza. Və onu da qeyd edim ki, bizim 4-cü siniflər üçün monitorinqə hazırlaşan şagirdlərimiz üçün, təbii ki, 4-cü sinif şagirdləri belə monitorinqə gedəcəklər və bizim 4-cü siniflər üçün ödənişli WhatsApp qrupumuz var, açılmışdır artıq. İstəsəniz öz övladınızı bizim WhatsApp qruplarımıza qeydiyyatdan keçirdə bilərsiniz və biz onlarla həftədə 3 dəfə monitoring şəkildə, yəni monitorinqə hansı suallar düşür, necə işləmək lazımdır, bütün hamısının izahını həmin dərsdə veririk, qrupda da göndəririk, qrupda da həmin izahları göndəririk və şagirdlər artıq monitoring imtahanına tam hazır şəkildə getmiş olurlar. Keçən ilki monitoring imtahanı biraz çətin düşmüşdü, bu illərdə elə bir gözlənilir, artıq mətnlərin sayı çoxalır, çünki oxuyub anlama bacarıqlarını formalaşdırır, yəni burada monitoring keçməyin məqsədi odur ki, şagirdlərin oxuyub anlama bacarıqları yoxlanılsın ki, şagirdlər oxuduqlarına cavab verə bilsinlər. İndi bu mətndə də, yəni buradakı monitoring 2-də də bu şəkildədir. Gəlin elə başlayaq birinci sualımızdan. Görə birinci sualda bizə nə deyir? Bir də deyir ki, verilmiş cümlələrin birində işlənmiş qanını qaraltmaq ifadəsinin əvəzində işlənə bilən ifadələri müəyyən edin. Mənim dediklərimə görə qanını qaraltma, hər şey düzələcək, narahat olma. İndi bu şəkildə cümlədə baxırıq ki, qanını qaraltma deyir. Yəni, mənim dediklərimə görə qanını qaraltma, keyfini pozma, halını qatma. Bu şəkildə əvəz olunur. Qanını qaraltmanı o cümlədən çıxarsaq, onun əvəzinə hansı sözləri qoymaq olar? Keyfini pozmaq, halını qaraltmaq. Bunları qoymaq olar. İndi baxıram ki, A-da keyfini pozmaq qoyublar. Bəli, bunu qoya bilərik. Onun yerinə əvəzləyə bilərik. Yerə göyə sığmamaq bu deyil. 3-də özündən çıxmaq bu da deyil, əsəbləşmək mənasına gəlir. Bunun da heç bir əlaqəsi yoxdur. 4-də halını qatmaq. Bu da düzgün şəkildədir. Olacaq 1 ilə 4, bu da harada verilmişdir? A variantında verilmişdir. Bu oldu birinci sualımız. İndi gəlin baxaq. İkinci sualda, görə ikinci sualda bizə nə deyir? Hansı cümlədə məcazi mənada işlənmiş söz var? Qartallar yüksək qayaların zirvəsində özlərinə yuva salırlar. Bu həqiqətən də belədir də, həqiqətdədir. Yəni, həqiqi mənada, reallıqda bu baş verə bilir. Bizə isə məcazi lazımdır, A variantını götürmürük. B-də deyir, bahar gələndə təbiət yenidən oyanır. Oyanmaq insana aid olan xüsusiyyətdir. Bunu isə bahar fəslində köçürməklə icra ediblər. Yəni, burada bahar oyanmır. Həqiqətdə nə olur? İnsan oyana bilər. Burada artıq bahar gələndə hər tərəf yaşıllaşır. Bunu ifadə etmək üçün deyirik ki, bahar gələndə təbiət oyanır. Yəni, hər tərəf yaşıllaşır. Bu mənada məcazi mənadadır burada. Oyanmaq insana aid olan xüsusiyyətdir. Burada məcazi mənadadır. C-də deyil, bal arıları çiçəklərdən şirə toplayaraq bal hazırlayırlar. Bu həqiqətən beləsinədir, bu şəkildədir. Bal arıları çiçəklərdən şirə toplayırlar, sonra da bal hazırlanır. Bu həqiqidir, məcazi mənada deyil. D-də dəniz ulduzları qumlu sahillərdə və suda yaşayırlar. Bu da həqiqətən mövcuddur. Bu həqiqi mənada, məcazi mənada heç bir söz yoxdur. Düzgün cavabımız hansı oldu? B variantı bizim doğru cavabımızdır. İndi baxırıq 3-cü sualımıza. Qoca çinar ağacları əsrlərin sınaqlarına dözərək hələ də mətin dayanır. Fırtınaların, tufanların qarşısında sınmır cümləsini işləmiş mətin sözünün mənasını müəyyən edin. Bir mətin var, mətin, bir də var mətin. Mətin, biz indi 4 və 12-ci suallara cavab verəndə əməyin dəyərini bil. Bu mətindir, cümlələrdən ibarətdir. Bizim hər hansısa bir Azərbaycan dilindən öyrənəcəklərimiz mətinlərdir. Bu oldu 4 səsdən ibarət olan mətin. Bir də var mətin. İ qapalı saytının olduğu nədir? Mətin olmaq, möhkəm dayanmaq mənasını verir. İndi burada da bizə deyir ki, mətin dayanır, yəni möhkəm dayanır. Düzgün cavabımız olacaq B variantı. Zəif deyil, gücsüz də deyil, yorğun da deyil. Düzgün cavabımız olacaq B variantı. Mətin dayanmaq, möhkəm dayanmaq deməkdir. Düzgün cavabımız oldu B variantı. 3-dən danışdıq. İndi baxaq növbəti. Deməli, növbətidə isə biz bu əməyin dəyərini bil mətnini oxumalıyıq.
Bu mətnə uyğun olaraq 4 və 12-ci suallarımıza cavab verməliyik. Oxuduğumuzu necə anlayırıq, onu artıq testlərin üzərinə tətbiq etməliyik. Gəlin oxuyaq. Deməli, mətnin adı əməyinin dəyərini bil. Qədim zamanlarda dünyaca məşhur bir rəssam yaşayırdı. Onun sənəti dillərə dastan idi. İnsanlar uzaq ölkələrdən belə onun əsərlərini görmək üçün gəlir, hər bir rəsminin qarşısında valih olub uzun-uzadı dayanırdılar. Bu rəssam yalnız gözəlliyi təsvir etmirdi, həm də hər əsərində dərin bir hikmət, həyat dərsi gizlənirdi. Rəssamın çox istedadlı bir tələbəsi var idi. İllərlə müəllimin yanında öyrənmiş, bütün incəlikləri diqqətlə mənimsəmişdi. Təhsilini uğurla başa vurduqdan sonra o ilk böyük əsərini tamamladı. Gözlərində ümid, qəlbində isə həyəcanla rəsmini müəllimin yanına apardı və soruşdu. Müəllim, bu əsərimi necə qiymətləndirirsiniz? Mənim üçün sizin fikriniz çox önəmlidir. Müdrik rəssam gülümsədi və sakitcə dedi. Mənim qiymətləndirməm artıq kifayət deyil, əziz tələbəm. Sən indi rəssamsan, sənin işlərini indi xalq dəyərləndirəcək. Mənim sözlərim sənə yalnız yol göstərə bilər, amma həqiqi dəyəri insanlar müəyyən edəcəklər. Sonra o tələbəsinə məsləhət verdi. Rəsmi götür və şəhərin ən izdihamlı meydanına apar. Onu hamının görə biləcəyi yerə qoy. Yanında da bir qırmızı qələm yerləşdir və yaz. Əgər bu əsərdə bəyənmədiyiniz bir yer varsa, zəhmət olmasa işarələyin. Tələbə müəllimin dediklərinə diqqətlə yerinə yetirdi. Bir neçə gün sonra meydana getdi. Qarşılaşdığı mənzərə isə ürəyini parçaladı. Rəsmin hər tərəfi işarələrlə dolmuşdu. Elə bil əsərin üzərinə qar yağmış, gözəlliyi görünməz olmuşdu. Onun gecə-gündüz zəhmətlə çəkdiyi əsər sanki dəyərsiz bir kağız parçasına çevrilmişdi. Tələbənin gözləri doldu. O, əsəri götürüb ağır addımlarla müəllimin yanına getdi. Müəllim, mənim əməyim heçə getdi. Hamı səhv gördü, hamı işarə qoydu. Mən bəlkə də rəssam deyiləm. Müəllim ona diqqətlə baxdı, sakit səslə dedi. Kədərlənmə əziz tələbəm, bu hələ yolun başlanğıcıdır. Ustad olmaq üçün sənətkarlıq qədər dözümlülük də lazımdır. Sən rəsmi yenidən çək, amma bu dəfə başqa bir sınaqdan keçəcəyik. Tələbə bütün kədərinə baxmayaraq yenidən fırçanı əlinə aldı, gecə-gündüz çalışaraq rəsmi yenidən çəkdi, əvvəlkindən gözəl alındı. İndi bu əsəri yenidən meydana apar, amma bu dəfə yanına müxtəlif rəngli yağlı boyalar və fırçalar qoy. Yazını da belə yaz. Əgər bu əsərdə bəyənmədiyiniz bir yer varsa, zəhmət olmasa özünüz düzəldin. Tələbə deyilənləri etdi. Bir neçə gün sonra yenidən meydana getdi. Rəsmin qarşısına gələndə təəccüb içində qaldı. Əsərin üzərinə heç kim toxunmamışdı. Boyalar da, fırçalar da tamamilə səliqə ilə qalmışdı. Sevinclə müəllimin yanına qaçdı. Müəllim, inanılmazdır. Heç kəs rəsmi dəyişməyə cürət etmədi. Hamı sadəcə baxdı, amma toxunmadı. Müəllim gülümsəyərək tələbəsinə baxdı və müdrik sözlərini söylədi. Bax əzizim, sən böyük bir dərs aldın. Birinci dəfə insanlara yalnız tənqid imkanı verdin və onlar böyük həvəslə səhv axtardılar. Çünki tənqid etmək asandır, hər kəs özünü bilişi kimi göstərmək istəyir. Hətta ömründə fırça tutmayan adam belə başqasının işində qüsur tapmağa çalışır. Amma ikinci dəfə onlardan səhvləri düzəltməyi istədin. Onda heç kəs kimi cəsarət etmədi. Onda heç kəs cəsarət etmədi. Çünki yaradıcılıq məsuliyyət tələb edir, ustalıq tələb edir. Müəllim sözünə davam etdi. Həyatda belədir. Tələbəm, insanlar çoxu yalnız tənqid etməyi bacarır. Amma həqiqi ustalar, yaradıcı insanlar həm tənqid edir, həm də hər yolunu göstərirlər. Əsl sənətkar təkcə fırçada yox, həm də müdriklikdə usta olmalıdır. Əməyini, dəyərini bilməyənlərin sənətini tənqid etmə. Bil ki, dəyər yalnız anlayan insanın baxışlarında gizlidir. Sonra əlavə etdi. Əsl ustalıq yalnız gözəl rəsmlər yaratmaq deyil, həm də insanları, onların davranışlarını, niyyətlərini və düşüncələrini düzgün qiymətləndirməkdədir. Sən artıq yalnız rəssam deyilsən, sən həyatın özündən dərs alan bir sənətkarsan. Tələbə müəllim sözlərini yaddaşına həkk etdi. O gündən sonra anladı ki, böyük sənət təkcə əllə deyil, həm də ürək və ağılla yaradılır. İndi biz bunu oxuduq. Buna uyğun olaraq verilən suallara birlikdə cavab verəcəyik. Gəlin baxaq 4-cü sualda bizə nə deyir. 4-cü sualda deyir ki, mətnə aid olmayan fikri müəyyən edin. Əməyini bilməyənləri tənqid etməməlisən. Mətnə aid olmayan fikri müəyyən etmək lazımdır. Əməyini bilməyənləri tənqid etməməlisən, bunu deyirdi.
Bilməyənlərlə mübahisə etməməlisən. Deməli, burada da var idi. Bizə deyir ki, aid olmayan fikri. Bu aiddir, bu mətndən danışırdı. Peşəndə usta olmaqla kifayətlənməməlisən. Bəli, bunu da deyirdi. Amma deyir yazıb ki, rəssamlığın sirlərini heç kimə öyrətməməlisən. Bu isə səhv fikirdir. Burada artıq ondan danışırmırdılar. Rəssamlığın sirlərini niyə başqasına öyrətməsin ki? Onda tələbəsi necə rəssam olmağı bacarmışdı ki? Hər bir kəs bildiyini digər insanlara da öyrətməlidir. 4-də düzgün cavabımız olacaq D variantı. İndi baxırıq 5-ci sualımıza. Gəlin görək 5-ci sualda bizə nə deyir burada. 5-ci sualda da deyir ki, mətnin mövzusu və ideyasının doğru verildiyi bəndi müəyyənləşdirin. İndi biz burada mövzu və ideyanı uyğunlaşdırmalıyıq. Bizə nə deyir adı? Elmin əhəmiyyəti mövzusudur. Kitab biliş mənbəyidir. Burada elmin mahiyyətindən yox, sənətin mahiyyətindən danışırdılar və kitab biliş mənbəyidir atalar sözünün bu mətnlə heç bir əlaqəsi yoxdur. Deməli, bu düzgün şəkildə verilməmişdir. A variantını götürmürük. Tənqid və qiymətləndirmə, bəli, bundan danışılırdı. Mövzu bu idi. Müəllifi tənqid etmək asan, dəyərləndirmək çətindir. Bəli, bax, bu fikirlər bir-birinə üst-üstə düşür. Mövzusu tənqid və qiymətləndirmə idi. Müəllifi tənqid etmək asan, dəyərləndirmək çətindir. Bu isə düzgün cavabımızdır. Düzgün cavabımız olacaq 5-də B variantı. 5-dən danışdıq. İndi baxaq 6-cı sualımıza. Gəlin görək 6-cı sualda bizə nədən danışır? 6-cı sualda da bizə deyir ki, mətndəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Biz düzgün ardıcıllığı müəyyən etməliyik. 1-də yazıb, tələbə rəsmin üzərində işarələr görüb kədərləndi, tələbə təhsilini başa vurdu, tələbə rəsmin toxunulmadığından danışdı, tələbə rəsmin yanına yağlı boyalar və fırçalar qoydu. İndi buradakına baxırıq. Birinci nə hadisəsi baş vermişdir? Tələbə təhsilini başa vurdu. Başa vurandan sonra artıq müəllimin yanına getdi. Burada ikinci olan birinci gəlməli, birinci baş verib. İkinci cümlədə verilən birinci baş verib. Bundan sonra nə baş vermişdi? Deyir ki, birdəki tələbə rəsmin üzərində işarələr görüb kədərləndi, tələbə rəsmin toxunulmadığından danışdı, tələbə rəsmin yanına yağlı boyalar və fırçalar qoydu. Tələbə rəsmin üzərində işarələr görüb kədərləndi, birinci rəsmini aparıb qoyur və buna sonra nə olur? İnsanlar onu başlayır işarələr yazmağa. Artıq nə olacaq? Burada birinci cümlə ikinci gələcək, ikinci baş vermişdi. Bundan sonra nə baş vermişdi? Bundan sonra tələbə rəsmin yanına yağlı boyalar və fırçalar qoydu. Artıq ikinci şəkil aparır. İkinci şəkil aparanda nə edir? Rəsmin yanına yağlı boyalar və fırçalar qoyur. Gəlməlidir 4-cü cümlə. Ən axırda da 3-cü gəlməlidir ki, 3-cüdə nə deyir? Tələbə rəsmin toxunmadığından danışdı. Həqiqətən də ikinci şəklini qoyandan sonra heç kim ona toxunmamışdı. Düzgün ardıcıllıq bu şəkildə olmalıdır. 2, 1, 4, 3. Bu da harada verilib? Bu da A variantında verilmişdir. Deməli 4-də düzgün cavabımız olacaq. Daha doğrusu 6-da düzgün cavabımız olacaq. A variantı. Bundan danışmış olduq. İndi baxaq növbəti tapşırığa görə növbəti tapşırıqda bizə nə deyir burada? Növbəti də bizə deyir ki, mətndə işləmiş başa vurmaq ifadəsini hansı sözlə əvəz etmək olar? Başa vurmağın iki mənası var. Bir, başa vurmaq nə isə bitirmək. Məsələn, mən tapşırıqları başa vurdum. Yəni bitirdim. Bir də var, başa vurmağın ikinci mənası nədir? Etdiyin yaxşılıqları üzə vurmaq. Deyirsən, dilə gətirsən, artıq burada başa vurmaq, qaxınc etmək mənasını verir. Burada isə nədən danışırdı? Bitirmək sözünü, yəni bitirmək mənasında işlənirdi. 7-də düzgün cavabımız olacaq. B variantı bu əsərdə başa vurmağın bitirmək mənasından danışılırdı. Bu oldu 8-ci, demək 7-ci sualımız. İndi baxaq 8-ci sualda görək 8-ci sualda bizə nə deyir. İndi baxırıq 8-ci suala. Gəlin görək 8-ci sualda bizə nə deyir. Rəsmin üzərindəki işarələri görən tələbənin ilk reaksiyası necə oldu? A-da deyir ki, bunu kimlərin etdiyini axtarmağa başladı. Xeyr, axtarmağa başlamadı. Bu səhv bir fikirdir. B-də bir daha rəsm çəkməyəcəyinə söz verdi. Xeyr, bu da səhvdir. C-də kədərləndi və müəllimin yanına getdi. Bəli, bax, bu düzgün cavabımızdır. 8-də düzgün cavabımız olacaq. C variantı. D-də yazıb rəsmi yenə çəkməyə başladı. Xeyr, hələ çəkməyə başlamadı. Getdi müəlliminin yanına. Müəllimindən məsləhət alandan sonra rəsmi yenə çəkməyə başladı. Artıq burada düzgün cavabımız olacaq. C variantı. Bundan danışmış olduq. İndi baxırıq 9-cu sualımıza. Gəlin görək. 9-cu sualda bizə nə deyir burada? 9-da da deyir ki, cümlədə altına xətt çəkmiş sözün izahını seçin. Müəllim rəsmi şəhərin ən izdihamlı meydanına qoymağı istədi. Burada izdihamlı yer, yəni çoxlu adam olan yer, basırıq olan yer, səs-küy olan yer, insanların çox olduğu yeri mənanı verir. Bu da harada verilmişdir? Bu da C variantında verilmişdir. Çoxlu adam olan basırıq yer mənasını verir. Bu haqda da danışdıq. İndi gəlin baxaq 10-cu sualımıza. Gəlin görək 10-cu sualda bizə nə deyir.
Onda da dedik ki, mətnin tərkib hissələri bağlı. Tərkib hissələri bağlı uyğunluq hansı bətdə pozulmuşdur? Mətnin tərkib hissələri ilə bağlı yazılmalıdır, pozulmuşdur. Pozulan hissə bizə lazımdır. Girişdə yazıb ki, qədim zamanında məşhur bir rəssam var idi. Bəli, bu mətnin giriş hissəsində idi. Bizə pozulmuş hissə lazımdır, uyğun gəlməyən lazımdır. Bu uyğun gəlir. B-də giriş tələbə rəsmin yanına yağlı boyla və fırçalar qoydu. Bu əsərin giriş hissəsində deyildi. Mətnin əsas hissəsində idi. Onda düzgün cavabımız olacaq B variantı. Bu səhv verib. Giriş yox, bura əsas hissəsi yazılmalı idi. Burada uyğunluq pozulmuşdur. Baxırıq 11-ci sualımıza. Görə indi 11-ci sualda bizə nə deyir? 11-də də deyir ki, mətndə hansı suala cavab yoxdur? Hansı suala cavab olmadığını tapacağıq. Müəllim tələbəsinə rəsmi hara qoymaq istədi? Bəli, bu var idi. İzdihamlı yerə qoymağı demişdi. Tələbə son rəsmində nəyi təsvir etmişdi? Təsvir barəsində heç bir məlumat yoxdur. Demək, bu düzgün cavabımız olacaq B variantı. Tələbənin rəsmində nəyi təsvir etdiyi haqqında mətndə heç bir məlumat yoxdur. Bu suala cavab tapa bilmərik. C-dədir ki, tələbə nə üçün sevindi? Bəli, sevindi ki, artıq bunun rəsminə heç bir şey etməmişdilər, heç nə yazmamışdılar. Bu haqda danışdıq. D-də dedik ki, müəllim kimlərlə mübahisə etməyə məsləhət gördü? Bundan da danışılırdı. Düzgün cavabımız olacaq B variantı 11-də. İndi baxaq 12-ci sualımıza. Görək 12-ci sualda bizə nə deyir burada? 12-ci sualda da deyir ki, tələbə son rəsmini nə üçün müəllimin yanına apardı? Ona görə aparmışdı ki, qiymətləndirsin də, görsün ki, mən rəsmi necə çəkmişəm. A variantı da sərgidə nümayiş etmək üçün deyildi. C-də yazıb yüksək məbləğə satmaq üçün deyildi. D-də üzərində düzəlişlər etmək üçün deyildi. Nə idi? Qiymətləndirmək üçün aparmışdı əsas. Aparmağının məqsədi bundan ibarət idi. 12-də düzgün cavabımız olacaq B variantı. İndi bundan sonra növbəti bir mətnimiz gəlir. Biz növbəti mətnimizi oxumalıyıq və bu mətnə uyğun olaraq bundan sonraki suallarımıza cavab verməliyik. Mətnimizin adı Optimus robotudur. Gəlin oxuyaq bunu. Birdə nə yazıb? Optimus Tesla şirkətinin təqdim etdiyi insana bənzər robotdur. Elon Musk 2021-ci ildə bu layihəni ictimaiyyətə açıqladı. Şirkətin əsas məqsədi insanların gündəlik həyatında vaxt aparan və təhlükəli işləri robotların üzərinə ötürməkdir. Optimus görünüşcə insana bənzəyən qolları, ayaqları və baş hissəsi olan humanoid, yəni buradan artıq keçəcəyik. Baxın, buradan artıq keçirik növbəti səhifəyə burada. Bunlar da təmizdir. Humanoid robotudur. Onun boyu təxminən 173 sm, çəkisi isə 57 kiloqramdır. Robot gündəlik işlərdə kömək edə biləcək səviyyədə gücə sahibdir. İkinci, oxuyuruq indi. Optimus əşyaları qaldırmaq, daşımaq və sadə məişət işlərini yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Tesla şirkəti bu robotun gələcəkdə fabriklərdə, ambarlarda və evlərdə işləyəcəyini planlaşdırır. O, süni intellekt və Tesla avtomobillərdən istifadə olunan qabaqcıl sensor sistemləri ilə təhsil olunur. Sensorlar ətraf mühiti tanımağa, maneələrdən yan keçməyə və insanların əmrlərinə uyğun hərəkət etməyə imkan verir. Optimus təhlükəsiz baxımından da xüsusi proqramlarla qorunur ki, insanlara zərər verməsin. Üçüncüdə nə deyir? Bununla belə Optimus hələ də inkişaf mərhələsindədir. Onun bütün hərəkətləri tam müstəqil deyil. O, çox vaxt əvvəlcədən proqramlaşdırılmış tapşırıqlara əsaslanır, robotun sürəti və gücü müəyyən dərəcədə məhduddur. Tesla nümayəndələri bildirir ki, məqsəd robotun gündəlik həyatda insana xidmətçi, köməkçi və həmçinin işçi kimi istifadəsini təmin etməkdir. Bu isə gələcəkdə əmək bazarında mühüm dəyişikliklərə səbəb ola bilər. İndi dördüncünü oxuyuruq. 4-də nə deyir? Optimus hələlik tamamilə hazır olmasa da texnologiyanın hansı istiqamətdə inkişaf edəcəyini göstərir. Elon Musk hesab edir ki, gələcəkdə bu tip insana bənzər robotlar insanların həyatını xeyli asanlaşdıracaq. Optimus layihəsi süni intellekt, mühəndislik və robot texnologiyalarının birləşməsinin parlaq nümunəsidir. Bu robot həm gündəlik məişətdə, həm də sənaye sahəsində insanlara yardımçı olmaq üçün nəzərdə tutulur və yaxın illərdə daha da təkmilləşdiriləcəkdir. Bu mətnimizi oxuduq. İndi başlayırıq. Bu mətnə uyğun olaraq suallara cavab verməyə 13-cü sualdan başlayırıq. Nə deyir bizə 13-də? Deməli, 13-də deyir ki, mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? Elon Musk 2021-ci ildə yeni insana bənzər robot təqdim etmişdir. Bu doğru fikirdir. Söyləmək olar, elə düzgün cavabımız olacaq 13-də A variantı. B-də deyir, Optimus yalnız sənaye müəssisəsində istifadə olunacaq, xeyr, məişətdə də istifadə olunacaq. C-də Optimusun boyu 2 metr, çəkisi 100 qramdır, bu belə deyildi.
Optimus insanı da daha güclüdür. Xeyr, burada da səhv fikirdir. Düzgün cavabımız olacaq 13-də A variantı. İndi baxırıq 14-də. Mətnə əsasən Optimus haqqında yanlış fikri seçin. Bizə nə lazımdır? Yanlış fikri seçmək, səhv axtarmaq. A-da bizə nə deyir? Optimus süni intellektlə təsis olunmuşdur. Bu doğru fikirdir. Süni intellektlə təsis olunub. B-də Optimus tam hazır vəziyyətdədir. Xeyr, tam hazır vəziyyətdə deyil. Hələ ki üzərində işlər aparılır. Hazır olması zaman aparacaq. Bu səhv fikirdir. C-də deyir ki, Optimus gündəlik həyatda kömək edə bilər. Bəli, bu doğru fikirdir. Bizə yanlış lazımdır. D-də Optimusun hərəkətləri məhduddur. Bəli, məhduddur. Bu da doğru fikirdir. Bizə isə yanlış lazımdır. Düzgün cavabımız olacaq. B variantı yanlışdır. Baxırıq indi hansına? Baxırıq 15-ci sualımıza. Optimusun istehsal nəticəsində hansı hadisələr baş verə bilər? Baş verə bilər axtaracağıq indi. Baxırıq deyir ki, 1-də insanların gündəlik işləri asanlaşacaq. Bəli, əsas məqsədləri bundan ibarət idi. 2. Əmək bazarında dəyişikliklər ola bilər. Bəli, ola bilər. 3-də insanlar artıq heç işləməyəcək. Xeyr, heç işləməyəcək mənasını vermir. 4-də robotlar təhlükəli işlər görəcək. Xeyr, burada da səhv fikirdir. Deməli, 15-də düzgün cavabımız olacaq. 1 ilə 2, bu da C variantında verilmişdir. Bu oldu 15-ci sualımız. İndi baxaq 16-cı sualımıza görə 16-da bizə nə deyir? 16-da da bizə deyir ki, 3-cü abzası hansı yarımbaşlıqla adlandırmaq olar bizə deyir. Biz də baxırıq ki, burada 16, deməli 3-cü soruşur da bizdən. Deməli 3-cü abzası hansı yarımbaşlıqla adlandırmaq olar burada. 3-cüdə baxırıq ki, görək 3-cüdə nədən danışır. Bununla belə Optimus hələ inkişaf mərhələsindədir. Onun bütün hərəkətləri tam müstəqil deyil və çox vaxt əvvəlcədən proqramlaşdırılmış tapşırıqları əsaslanır. Yəni, bu tam şəkildə hazır deyil də. Bizə 3-cü abzasdan bundan danışır. Yəni, bunun işləri hələ məhduddur. Tam şəkildə işləri görə bilmir. 16-da da düzgün cavabımız olacaq. A-da deyir, Optimusun hazır vəziyyəti, xeyr, hazır deyil. Olmayan şey necə hazırdan danışaq. C-də deyir, Optimusun təhlükəli sistemləri, xeyr, təhlükəli sistemlərlə danışmırlar. D-də texnologiyanın inkişafı, bu da deyir, düzgün cavabımız olacaq. B variantı, məhdud imkanlar və gələcək planlar. Yəni, 3-cü abzasda danışır ki, hələ Optimusun imkanları zəifdir, hələ imkanlar o qədər də yüksək deyil və gələcəkdə artıq bunun işlərinin artırılması düşünülür. Bu da gələcək planlardır. 3-cü abzasda bizə bundan danışırdılar. İndi baxırıq 17-ci sualımıza görə 17-ci sualda bizə nə deyir? 17-ci sualda da deyir ki, mətnin 3-cü abzasında əsas fikir nədir? Əsas fikir nədən ibarətdir? Ondan danışacağıq. Optimusun artıq tam hazırdır və hər sahədə işləyir. Səhvdir, tam şəkildə hazır deyil. Optimusun hərəkətləri hələ məhduddur, amma məqsəd onu insanlara kömək etməkdir. Bəli, bu doğru fikirdir. 17-də düzgün cavabımız olacaq. B variantı məhduddur, amma gələcəkdə əsas məqsəd insanlara yardımcı olmağı planlaşdırmaqdır. Baxırıq indi 18-ci sualımıza. 18-də bizə nə deyir? Optimusun hansı xüsusiyyəti onu gündəlik həyata faydalı edir? Faydalı etməsinin səbəbindən danışacağıq burada. İnsana bənzər görünüşü, xeyr, bu deyil. Əvvəlcədən proqramlaşdırılmış hərəkətlər, bu da deyil. Əşyalar qaldırmaq və daşımaq bacarığı, bəli, bu artıq insanlara kömək edə bilər. 18-də düzgün cavabımız olacaq C variantı. Baxırıq indi 19-cu sualımıza. Gəlin görək 19-cu sualda bizə nə deyir? 19-da da bizə deyir ki, hansı səbəb-nəticə əlaqəsi pozulmuşdur? Bizə pozulanı lazımdır. A-da deyir, Optimus sensorlara təsis olunub ətraf mühiti tanıya bilir. Bəli, ətraf mühiti tanımasının səbəbi onun sensorlara təsis olunmasıdır. Bu doğru fikirdir. Bizə isə doğru olmayan əlaqənin pozuldusu, yəni pozulması variantı lazımdır. A-nı götürmürük. B-də Optimusun çəkisi azdır, ona görə müstəqil düşünə bilir. Yəni, burada deyir ki, pozulmayıb. Yəni, pozulmayan düzgün cavabımız ilə A olacaq. Pozulmayıb deyir. Bax, burada baxaq. Deyir ki, pozulmayıb. Pozulmayan ilə A variantıdır. Çünki deyir ki, Optimus sensorla təsis olunub, ətraf mühiti tanıya bilir. Bəli, tanıya bilir də, bu doğru şəkildədir. Burada pozulmayıb yazılıb. Pozulub desəydi, A-nı götürməzdik. Amma burada deyir ki, pozulmayıb düzgün cavab olacaq A variantı. Optimus sensorla təsis olunub, ətraf mühiti tanıya bilir. Bu doğru şəkildə verilən fikirdir. B-dədir ki, Optimusun çəkisi azdır, ona görə müstəqil düşünə bilir. Çəkisinin az olması onun müstəqil düşünməsinə heç bir aidiyyəti yoxdur. Burada pozulub. C-də Optimus süni intellektə malik deyil, insana kömək edir. Bunun da bir-birinə əlaqəsi yoxdur. D-də deyir, Optimus sürətli deyil, insandan güclüdür. Xeyr, bu şəkildə səhvdir. Düzgün cavabımız olacaq. A variantı uyğunluq pozulmayıb. 20-də bizə nə deyir? Deyir ki,
Elon Musk'ın Optimus barədə fikri nədir? Yəni nədən ibarətdir? Bunun əsas fikri nədir? Ona baxacağıq. A'da Optimus insanlar üçün təhlükə yaradacaq, xeyr, təhlükə yaratmayacaq. Gələcəkdə insanın həyatını asanlaşdıracaq. Bəli, əsas fikirlər bundan ibarətdir ki, insan əməyini azaltsın, insanlara daha da kömək eləsin, insanların işi daha da asanlaşsın. Baxırıq 21-ə. Optimusun üstünlüyü ilə məhdudiyyəti necə fərqlənir? Üstünlüyü ilə məhdudiyyəti arasındakı fərqlərə baxmış olacağıq. İndi baxıram ki, A'da deyir ki, üstünlüyü təhlükəliklər görə bilir. Məhdudiyyəti tam müstəqil deyil. Bəli, bax elə bundan danışırıq da. Düzgün şəkildə elə cavabımız olacaq A variantı. Üstünlüyü təhlükəliklər görə bilir. Məhdudiyyəti tam müstəqil deyil. Tam müstəqil deyil də hələ ki. B-də deyir, üstünlüyü insanlardan sürətlidir. Məhdudiyyəti ağıllı deyil. Bu da deyil. C-də yazıb ki, üstünlüyü yalnız fabrikdə işləyir. Yalnız fabrikdə işləmir ki, mətbəxdə işləməyi də planlaşdırıblar da, bu da səhvdir. D, üstünlüyü güclüdür, məhdudiyyəti ölçüləri çox böyükdür, bu da deyil. Düzgün cavabımız olacaq A variantı. Bundan da danışmış olduq. İndi baxırıq, yenidən bir mətn gəlir, üçüncü mətnimiz. Üçüncü mətni də oxuyacağıq və buna aid olan 22 və 30-cu suallara cavab verəcəyik. Mətnimizin adı kivilər. Birdə nədən danışır? Kivi uça bilməyən, lakin çox maraqlı xüsusiyyətlərə malik olan quş növüdür. Onların hündürlüyü 40-50 cm, çəkisi isə adətən 1,5-3 kiloqram olur. Qanadları o qədər kiçikdir ki, demək olar ki, görünmür. Bu səbəbdən kivilər uçmaq əvəzinə qaçaraq və gizlənərək özlərini müdafiə edirlər. Kiviyə oxşar başqa bir quş isə emudur. Emular da uça bilmir, lakin hündürlüyü 2 metrə qədər çatır və çox sürətlidir. İkincidə nədən danışır bizə? İkincidə də danışır ki, kivinin ən çox diqqət çəkən cəhəti uzun və incə dimdiyidir. Dimdiyin ucunda yerləşən həssas reseptorlar sayəsində onlar torpağın altında gizlənən qurdları, böcəkləri və həşərat süfrələrini tapıb çıxarırlar. Qidalarını əsasən gecə axtaran kivilər çox vaxt səssizcə otların arasında gəzişərək ovlayırlar. Onlar tozlanmış meyvələri və müxtəlif gilə meyvələri yeyirlər. Üçdədir ki, kivlər yalnız Yeni Zelandiyada yaşayır. Bu quşlar sıx meşələri, bataqlıq kənarlarını və kölgəli yerləri sevirlər. İnsanların əkin sahələrinə yaxınlaşsalar da böyük zərər vurmurlar. Əksinə torpağın altında yaşayır, zərərli həşəratları məhv etməklə ekosistemdə faydalı rol oynayırlar. 4-də deyir ki, kivinin yumurtası bədənə görə olduqca iridir. Dişi kivi bədən çəkisinin təxminən 1/4 qədər yumurta qoyur. Dişi kivi bədən çəkisinin təxminən 1/4 qədər yumurta qoyur. Bu heyvanlar aləmində nadir hallarda rast gəlinən hadisədir. Yumurtaları inkubasiya etmək əsasən erkək quşun üzərinə düşür. O təxminən 70 gün ərzində yumurtanı qoruyur və balanı çıxarır. 5-də deyir, kivlər sakit, utancaq və gecə həyatına uyğunlaşmış canlılardır. Təbiətdə onlara rast gəlmək çox çətindir, amma Yeni Zelandiyada xüsusi qoruqlarda müşahidə oluna bilirlər. Əgər səssizcə meşədə gəzsəniz, bəlkə də qaranlıqda səs çıxarmadan dolaşan bir kivini görə bilərsiniz. Buradakı şəkildə isə kivi və emu quşları haqqında məlumat verilmişdir. Kivinin həssas dimdiyi qurd və həşəratları tapır. Kivilər yalnız Yeni Zelandiyada yaşayır. Çəkiləri 1,5-3 kiloqramdır. Kivinin yumurtası bədəninə görə böyükdür. Emu haqqında danışır, uça bilmir, çox sürətli qaçır. Kivi haqqında danışır, kivilər sakit, utancaq və gecə həyatına uyğunlaşıblar. Qurdular, böcəklər, həşəratlar və süfrələrə qidalanırlar. Emu haqqında danışır, 2 metrə çatır. Emular Avstraliya qitəsində yaşayır. Yeni Zelandiyada yaşayır bunlar. Bunlar isə Avstraliya qitəsində yaşamış olurlar. İndi biz mətni oxumuş olduq. İndi gəlin, mətnə uyğun olaraq suallarımıza cavab verək. Burada 22 başlayır artıq buna uyğun olan suallar. Baxırıq 22-yə. Mətnə əsasən hansı fikir doğrudur? Bizə nə lazımdır? Doğru fikir lazımdır. Kivlər uçaraq ovlarını tutur. Biz dedik ki, bunlar uça bilmirlər. B-də kivlər yalnız gündüz aktiv olurlar. Xeyr, gecələrdir. Kivlər Yeni Zelandiyada yaşayır. Bəli, kivlər Yeni Zelandiyada yaşayır. D dedi ki, kivi yumurtasını yalnız dişi qoruyur. Xeyr, burada səhv fikirdir. Baxırıq 23-cü sualımıza. 23-də bizə nə deyir? 23-də də bizə deyir ki, kivlərin dimdiyində hansı xüsusiyyət var? Çox qısa və qalındır. Bu fikir yanlışdır. Yalnız meyvə yeməyə uyğundur. Bu fikir də səhvdir. Ucunda həssas reseptorlar yerləşir. Düzgün cavabımız olacaq. Budur, bəli. Ucunda həssas reseptorlar yerləşir. Su içmək üçün istifadə olunur. Bu da səhv bir fikirdir. Düzgün cavabımız olacaq C variantı. Bundan danışdıq. İndi baxırıq 24-cü
Sualımıza görə 24-də bizə nə deyir? Deyir ki, mətndə hansı suala cavab yoxdur? Olmayan cavab axtaracağıq. Çivlər harada yaşayır? Dedikdə mətndə danışılırdı. Bu harada yaşayırdı? Yeni Zelandiyada yaşayırdılar. 24-də A olmayacaq. B-də çivlərin qanadları niyə görünmür? Bundan da danışırdılar. C-də yazacaq ki, çivri neçə il ömür sürür? Artıq burada C variantında cavab yoxdur. Çivlərin neçə il yaşaması haqqında məlumat yoxdur. Çivlərin qidasını nələr təşkil edir? Bundan da danışırdılar. C variantında isə səhvdir. Cavab yoxdur. Baxırıq 25-ə. Biri çivlərə aid xüsusiyyət deyil. Uça bilmirlər. Biz də mətni oxuyanda gördük ki, yəni danışılırdı ki, çivlər uça bilmirlər. Bu aiddir, bizə aid deyil deyir. Sonra nə deyir bizə? Deyir ki, uzun və həssas dimdikləri var. Bəli, uzun və həssas dimdikləri var. Bu xüsusiyyət aiddir. Deməli, C-də yazıb ki, yalnız gündüz aktiv olurlar. Xeyr. Səhv fikirdir, gecələr aktiv olurlar. Yeni Zelandiyada yaşayırlar. Bəli, bu da doğru fikirdir. Bizə aid olmayan xüsusiyyəti tapmaq lazımdır. Aid olmayan xüsusiyyət də C variantında verilmişdir. 25-də düzgün cavabımız olacaq. C variantı indi baxırıq 26-ya. 26-da nə deyir? Mətnə əsasən yanlış cavabı seçin. A-da çivi yalnız Yeni Zelandiyada yaşayır. Biz baxırıq ki, bəli, bu doğru fikirdir. Çivlər yalnız Yeni Zelandiyada yaşayırdılar. Bu doğru fikirdir. Bizə isə yanlış cavab lazımdır. B-də kivi yumurtası, demək kivi haqqında deyək ki, yumurtası bədən çəkisinin 1/4 qədər olur. Bəli, bu haqda da danışılırdı. Burada doğrudur. Bizə isə yanlış lazımdır. C-də EMO hündürlüyü 2 metrə qədər çatır. Bəli, hündürlüyü 2 metrə qədər çatır danışırdı. D-də nə deyir? EMO uçaraq uzun məsafələr qət edə bilir. Biz dedik axı bundan uça bilmirlər. Düzgün cavabımız olacaq. D variantı bu yanlış fikirdir. Uça bilmirlər. Burada isə uçmağından danışır. Baxırıq 27-ci sualımıza. 27-də bizə nə deyir burada? 27-də deyir ki, çivi və EMO'ların hansı xüsusiyyəti ortaqdır? Ortaq odur ki, yəni hər ikisinə aiddir. A-da yazıb hündürlüyü 2 metrə çatır. Bu hər ikisində belə deyildi. B-də yazıb ki, uçmağı bacarmırlar. Bəli, hər ikisi uçmağı bacarmırlar. Hər ikisinə aid olan xüsusiyyətdir. Gecə ovu etmirlər. Səhv fikirdir. Yalnız Yeni Zelandiyada yaşayırlar. Səhv fikirdir. Hər ikisinə ortaq olan xüsusiyyət uçmağı bacarmamaqlarıdır. Baxırıq indi 28-ci sualımıza görə 28-də bizə nə deyir? 28-də də deyir ki, mətnin ikinci abzasına əsasən hansı nəticəyə gəlmək olar? İndi bundan danışacağıq. Mətnin demək ikinci abzasında videonu dayandırıb geriyə qayıdıb ikinci abzasına baxsaz, görəcəksiniz ki, burada əsas nədən danışır? A-da deyir ki, kivi yalnız su bitkiləri qidalanır. Bu səhv fikirdir. Kivi qidalarını əsasən günorta vaxtı ovlayır. Xeyr, bu da səhvdir. Axşamları idi. Kivi ovunu səs çıxararaq tapır. Bu da səhv fikirdir. D-də deyir ki, kivi torpağın altında gizlənib qurd və işaretlər tapır. Bəli, bax bu doğru fikirdir. Bu oldu 28-ci sualda D variantı. İndi baxırıq 29-cu sualımıza. 29-da nə deyir? Mətndə də şəkildə də olmayan məlumat hansıdır? Mətndə də şəkildə də olmayan məlumat hansıdır? Həm mətndə, həm də şəkildə olmayan xüsusiyyətləri tapmalıyıq burada. 29-cu sualda bizə bunu deyir. İndi baxın ki, çivlərin həssas dimdiyi var. Bəli, bundan danışırdı. Çivlər sakit, utancaq və gecə həyatına uyğundur. Bəli, bu şəkildə danışılırdı. Çivinin yumurtası çox böyük olur. Bəli, bundan da danışırdı. Çivlə Yeni Zelandiya milli simvolu, yəni Yeni Zelandiya milli simvoludur. Artıq bundan danışırmırdılar da, milli simvolu olması haqqında məlumat yox idi axı. Şəkildə olmayan məlumat hansıdır? Çivlər Yeni Zelandiya milli simvoludur. Bu milli simvolu haqqında olmasından danışılmırdı. Mətndə şəkildə olmayan məlumat hansıdır? Düzgün cavabımız olacaq 29-da D variantı. 30-a baxırıq. 30-da dedi ki, çivlərin digər quşlardan fərqli olaraq uçmaq əvəzinə qaçaraq özlərini müdafiə etmələri hansı abzasda qeyd olunmuşdur? Bu da birinci abzasda qeyd olunmuşdur. 30-da düzgün cavabımız olacaq A variantı. Bu oldu bizim Azərbaycan dili ilə bağlı olan suallarımız. İndi başlayırıq riyaziyyatla bağlı olan suallarımıza. Riyaziyyatda 31-dən başlayır. Hansı bənddə çıxılanı açıq şəkildə yazmaqla fərq hissə doğru tapılmışdır? Açıq şəkildə yazanda, yəni mərtəbə toplananların cəmi şəklində yazılmalıdır və hər birisi ayrı-ayrı da çıxılmalıdır. A variantına baxıram ki, heç birisi mərtəbə toplananların cəmi şəklində yazılmayıb. Bu fikir, yəni A variantını götürməyəcəm. İndi B-dəkinə baxıram. B-də baxıram ki, hər biri, yəni burada hər birisinin açıq şəkildə yazılması bizə lazım deyil. Bizə sadəcə olaraq nə lazımdır? Çıxılanın mərtəbə toplanılan cəmi şəklində yazılması lazımdır. Biz də baxırıq B variantında azalan
9758'dir. Çıxılan isə 4047'dir. Yəni burada 9758'in toplananlar şəklində yazılmasına ehtiyac yoxdur. Bizə çıxılan lazımdır. Və biz də baxırıq ki, burada 9758 olduğu kimi qalıb. Amma çıxılan olan 4047 ədədi birinci 4000 şəklində yazılıb. Sonra 40 şəklində, sonra da 7. Bax, toplananlar şəklində yazılıb. İndi burada nə ediblər? 9758-dən 4000'i çıxıblar. Qalıb burada 5758. Sonra çıxılsın 40, çıxılsın 7. Sonra nə ediblər? 5758-dən bu 40'ı çıxıblar. Yerdə qalıb 5718. Ən sonunda da 7'ni çıxıblar. Cavab olub necə? 5711. Demək, düzgün cavabımız hansı olacaq? Düzgün cavabımız olacaq B variantı. Burada artıq çıxılan nə idi? Mərtəbə toplanılan cəmi şəklində yazılıb və fərq tapılmışdır. Baxırıq 32-ci sualımıza. 32-ci sualda bizə nə deyir? Bir ədəd veriblər 836.251 ədədində 3 rəqəmli mərtəbə qiyməti aşağıdakılardan hansıdır? Bax, biz mərtəbə qiymətini tapanda nə edirdik? 3'ü yazırdıq. 3'dən sağda neçə dənə rəqəm var? Baxıram ki, 4 dənə rəqəm var. Mən də 4 dənə 0'ı yazmış olacaq. Bu da neçə eləyəcək? 30.000 olmuş olacaq. 32'də düzgün cavabımız hansı olacaq? D variantı doğru cavabımızdır. Bu da harda verilib? D variantında 30.000. Bu şəkildə danışdıq. İndi baxaq hansına? 33 nömrəli məsələmizə. 33-də bizə nə deyir? Hansı bəhdəki ədəddən 4376 çıxıb fərqi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, 50.000 alınır. İndi bunu gəlib tapacağıq burada. Görək indi hansında bu əməli icra eləsək, cavabda 5000 almış olarıq. Deməli, hansı bəhdəki ədəddən 4376 çıxıb nə etməliyik cavabda? Cavabda da 5000 almalıyıq. Gəlin, bax, birinci A variantındakı yoxlayaq. A variantı yazıb 9345. Bundan çıxmalıyım neçəni? Təbii ki, veriblər 4376. 4376'nı buradan çıxmalıyım. 9345'dən çıxanda 4376'nı yerdə qalacaq 4969 qalmış olur burada. Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlüyünə baxıram 9 dayanıb. Mənə 9 yox. Bunun sağındakı rəqəm lazımdır. 6'dır. 5'dən böyük rəqəm gələndə 9 bir vayda artacaq. 10 0 bir yadda. O biri bu 4'ünə toplayacağım. 5 eləyəcək. Özündən sağındakilə də 0'a çevrildi. Deməli, nə etmiş oldum mən burada? Artıq 5000'i almış oldum. Deməli, 33'də düzgün cavabımız hansı olacaq? A variantı olmuş olacaq. Biz 9345'dən 4376'nı çıxıb fərqi yüzlüklərə qədər yuvarlaqlaşdırdıq və cavabda da 5000 aldıq. Bizdən də bunu istəyirdi. Bu oldu 33 nömrəli məsələmiz. İndi baxaq 34 nömrəliyə. 34'də bizə nə deyib burada? 3 ardıcıl tək ədədin cəmi 105'dir. Bu ədədlərdən kiçik olanı neçə? Baxın, biz bunu iki qaydada həll edə bilərik. Biri tənlik quraraq həll edərik. Gəlin, birinci tənliyimizi quraraq həll edək. Bax, bu olsun birinci ədəd, bu olsun ikinci ədəd, bu da olsun üçüncü ədəd. Birinci ədədi bilmirəm ki, mən buna deyirəm x. Ardıcıl tək ədəddir deyir. Ardıcıl tək ədədlər neçə artır? 2 artırlar da. Məsələn, 1, 3, 5, 7, 9 və s. Baxır ki, 2 artırlar. Növbəti ədəd bundan 2 vaid böyük olacaq. Üçüncü ədəd də ikincidən 2 vaid böyük olacaq. X ilə 4 yazacağım. Və bunların cəmi nəyə bərabərdir? Bunların cəmi 105'ə bərabərdir. Mən neçədən x yazmışam? 3'dən x yazmışam. Üstə gələk. Bu 2 ilə də bu 4'ü toplamalıyam. Eləməlidir 6. Bərabərdir 105'ə. Burada olacaq 3x bərabərdir. Sonra aparmalıyam. 6'nı 105'dən çıxmalıyam. 99 qalmalıdır. X də bərabər olacaq 33'ə. Bizdən nə soruşur? Bu ədədlərin kiçik olan tapın. Biz də kiçik ədəd birinci ədədə demişdik. X-lə işarələmişəm. X-də 33 tapmışam. Düzgün cavabımız olacaq 33. Bu həllinin bir qaydası. Digər qaydada daha asan şəkildə necə həll edə bilərik? Bax, buradakı cəmi gətirib bölərəm bu ədədlərin sayını. 3 dənə ədəd daxil. 3 dənə ədəddə cavabımız olacaq 35. Yəni bu nisbətin cavabı olacaq 35. Bu aldığımız 35 bu ədədlərin ikincisinin cavabıdır. Ortada dayananı 35'dir. Bura birinci yazıram, burada üçüncü yazıram. İndi birincinin cavabın, yəni ardıcıl tək ədədlərdir. 35'dən 2 var kiçik olmalıdır. Çünki ardıcıl tək ədədlər 2 artırlarıq. 35'dən əvvəlki ardıcıl tək ədəd hansıdır? 33'dür. 35'dən sonraki tək ədəd isə 37'dir. Və salam, bizə də birinci lazımdır, cavabımız olacaq 33.
cəmi saylarına bölməklə mən bu ədədin ikincisini tapıram. Və sonra baxıram ki, ardıcıl tək ədəddir. Ardıcıl tək ədədlər də 2 artırlar, 2 azalırlar. 35-dən 2 var kiçik olan hansıdır? 33-dür. Düzgün cavabımız olacaq A variantı. Bu haqda danışdıq. İndi baxaq növbətiyə. Növbətdə nə deyir 35-də? Deməli 35-də də bizə deyir ki, 665 çıxılsın 338 əməlində ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırıb sonra fərqi tapmaq lazımdır. Bax, gəlin yazaq. 665 nəyə qədər yuvarlaqlaşdırdık? Yüzlüklərə qədər. Yüzlüyünə baxıram 6 dayanıb. Mənə 6 yox, sağındakı rəqəm lazımdır. Bu 5-dən böyükdür. 6 bir vayda artacaq. 7 qalanları sıfıra çevrildi. Oldu 700. Sonra 338 isə nə etməliyəm? Yenə yüzlüklərə qədər. Baxıram yüzlüyündə 3 dayanıb. Mənə 3 yox, bunun sağındakı rəqəm lazımdır. Bu yenə 3'dür. 5'dən kiçikdir deyə. Bu 3 olduğu kimi qalır. Qalanlar 0 oldu. Deyir indi ki, qədər yuvarlaqlaşdırıb sonra fərqi tapın. 700-dən də 300 çıxmalıyım. Yerdə qalmalıdır 400. Deməli 35-də düzgün cavabımız olacaq hansı? B variantı 400-ü B-də veriblər. Bu da oldu 35 nömrəli məsələmiz. İndi gəlin baxaq 36 nömrəli məsələmizə. 36-da görək bizə nə deyir. Aşağıdakı çıxma əməlinin hansında fərq ən çoxdur? Fərqin ən çox olması lazım. Biz nə etməliyik? Bunları sadəcə olaraq alt-alta toplamalıyıq ki, bu şəkildə tapaq və digər qaydada necə tapa bilərik burada? Gəlin bax, çıxaq bunları və yaxud da ki, yuvarlaqlaşdırıb da tapa bilərik bunları, fərqlərini. Amma ən yaxşısı nədir? Bunları bir-bir çıxsaq, görərik ki, fərq hansında çoxdur. Mən indi burada gətirib 543-dən çıxsam 191-i, görək burada neçə alınacaq. 3-dən 1 çıxsam 2, 14-dən 9 çıxsam 5 qalacaq, 4 qalıb, burada da 1 çıxsam qalacaq 3. 352 alınmış olacaq burada. Sonra B-dəkində nə deyir? Burada da yazıblar 511-dən çıxmalıyıq 411-i buradan çıxmalıyıq. Neçə qalacaq burada? 0, 0, burada da 100 qalmış olacaq. Sonra 241-dən çıxmalıyam 51-i. Görək fərqdə neçə almış olacaq. 241-dən də 51'i çıxanda yerdə qalacaq 190. Sonra 666-dan da çıxmalıyam 199'u. İndi burada baxırıq 666-dan da çıxanda 199'u yerdə qalacaq 467. Biz bu şəkildə tapa bilərik. İndi fərq burada 352-dir, 100'dür, 190'dır, 467'dir. Hansı böyükdür? Təbii ki, D variantı böyükdür. Bir də yadımızda saxlayaq. Azalan nə qədər böyük, çıxılan nə qədər kiçikdirsə, fərq nə olacaq? Həmişə böyük alınmış olacaq. Biz də baxırıq ki, bunların içərisində ən böyük azalan D variantındadır. Yəni, daha sadə şəkildə necə tapa bilərik. Və çıxılan da bunların içərisində 199'dur. Deməli, nə olacaq? D variantındakı cavabda fərq ən böyük alınmış olacaq. Düzgün cavabımız olacaq 467. Bu da D variantında verilmişdir. Hər iki formada həll edə bilərik. Baxırıq indi 37-ci sualımıza. 37-ci sualda da bizə nə deyir? Yenə də bir toplama əməli verilmişdir. Toplama əməlində A, B, C, D ədədini tapın və yüzlüklərə qədər yuvarlaqlaşdırın. İfadə necədir? 8492 üzərinə gəlməliyik 1211-i. Gəlin toplayaq. 2 üstə 1 gəlməliyim 3 eləməlidir. 9 üstə 1 gələcəm 10, 0, 1 yadda. 4 üstə 2, 6, o da 1, 7. 8 üstə 1, 9. Deməli, neçə tapdım burada? 9703'ü tapmış oldum. Sonra deyir ki, bu neyinə? Yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlüklərə qədər yuvarlaqlaşdıracağım. Yazıram bura. Ədədimiz 9703'dür. Yüzlüyünə baxıram. 7 dayanıb burada. Mənə 7 yox. Bu 0 baxıram. Yəni, bundan sağındakı birinci rəqəm maraqlıdır. 0'da 5'dən kiçik olduğuna görə 7 qalacaq. 9'a toxunmuram. Qalanları 0. Neçə aldıq? 9700 aldıq. Bu da A variantında verilmişdir. Bu da oldu 37-ci sualımızın izahı. İndi baxaq 38-ci sualımızda görə bizə nə deyir. Sözlə yazışı 607.000, bax yazırıq 607.481 olan ədədi minlik mərtəbə vaidlərinin sayı neçədir? Minlik mərtəbə vaidlərinin sayı deyəndə orada dayanan rəqəmi götürürəm. Baxıram ki, minliyində də 7 dayanıb, düzgün cavab olacaq B variantı. Bu haqda danışdıq. İndi baxaq növbəti məsələmizə. Görək növbəti də bizə nə deyir. 39'da. Nə deyir bizə? 39'da da deyir ki, 4136 ədədinin rəqəmləri cəmi. Yəni, bax, 4000 burada ulduz. Sonra 136 ədədi veriblər. Sadəcə burada
neyi quraşdırmaq istəyiblərsə, bu ulduzu hansı tərəfə gətirmək istəyiblərsə, heç özləri də bilməyiblər. 4136 ədədini veriblər bizə. 136-nı da yazmışıq bura. Sadəcə bura 4 rəqəmli bir ədəd kimi düşünüblər burada. 4 rəqəmli bir ədəd olaraq düşünsək. İndi bizə deyir ki, hansı ədədin rəqəmləri, yəni bu ədədin rəqəmləri cəmi 21-dir. Bu ədədlə 2149 ədədinin fərqini tapın və həmin fərqi burada 100-ü, yəni 100 buradakı ulduzu əvəz eləyir. Bax, bizi bunu başa düşək. Yəni, yüzlüyündə ulduz dayanır və 36. Ulduz 100, yəni ulduzunda 100 dayanır. Biz bunu 4 rəqəmli kimi belə başa düşək. Düzdür, fikir tam şəkildə deyil, amma oxuyanda biz belə başa düşək. 4000 ulduz 100, yəni yüzlüyündə dayanan rəqəm ulduz şəklində verilib və 36. 136 deyil də burada, başa düşdük. Yəni 36 şəklində veriblər. Deyir, indi bax, bunun rəqəmlərinin cəmi nəyə bərabərdir? 21-ə bərabərdir. Biz də bunun rəqəmlərini toplayarıq. Görək rəqəmləri hələ məlum olanlar hansılardır? Bax, məlum olan rəqəmləri toplasam, 4 var, üstə gələk 3, üstə gələk 6. Görək məlum olanları neçə eləyəcək? 13 elədi. 21-də axı. 21-dən mən bu 13-ü çıxsam, ulduzun cavabını tapacam. 21-dən çıxmalıyam bu 13-ü. 7 neçə qalacaq? 8 qalacaq. Deməli, ulduzun cavabı 8-dir. Əslində ədədimiz neçədir? 4836-dır. Əslində ədəd budur. Deyir, bu ədədlə 2149 ədədinin fərqini tap, çıxmalıyam. Fərq çıxma deməkdir 2149-u. Fərq neçədirsə, ondan sonra baxmış olacağıq. 4836-dan da çıxanda 2149-u yerdə qalacaq 2687. Fərq budur. Yəni, bax, buraya yazaq fərq. Fərqimiz budur. Deyir, bu fərqində 5348 ədəd ilə cəmini, indi bax, gəlin cəmliyək. Bu dəfə də cəmləmək deyirik. Bax, 2687-nin üstünə gəlməliyik. 5348. Görə cavabımız neçə olacaq burada? 2687-nin də üzərinə 5348-i gələndə bu eləcək 8035. Cavabı neçə aldıq? 8035. Deyir ki, bu ədəd də yüzlüklərə qədər yuvarlaqlaşdırır. Yüzlüyünə baxıram 0 dayanıb. Mənə bu yox, sağındakı rəqəm lazımdır. 3-dür, 5-dən kiçik olduğuna görə bu 0 qalır. 8 yerində qalanı da 0-a çevrilir 8000. Deməli, neçə alacağıq? 8000 almış olacaq. Düzgün cavabımız olacaq A variantı. Sualın şərtində çatışmazlıq var. Və eləcə də məsələ biraz uzadı şəkildə gedir də. Bir dəfə fərqini tapırıq, sonra fərqin üzərinə cəm gəlirik. Cəmi də nə edirik? Yüzlüklərə qədər yuvarlaqlaşdırır. Artıq 4-5 pilləli bir məsələdir. Amma əsas işimiz nədən ibarətdir? Ulduzun yerində dayanan rəqəmi tapmaqdır. 4000 ulduz 136 deyil. 136 sonda yazmırıq. Sadəcə olaraq ulduz yüzlükdəki rəqəmi yerində dayanır. Biz də baxdıq ki, rəqəmlər cəmi 21-dir. Məlum olan mərtəbələrdə olanlar 4, 3, 6-dır. Bunları topladıq, 13 elədi. Cəm olan 21-dən, yəni 4 dənə rəqəmin cəmi 21-dir. 3-ünün cəmini aparıb çıxırıq cəmlə, ümumi cəmlə. Yerdə qalanı tapırıq. 4, 3, 6-nı topladım, 13 elədi. Ümumi cəm 21 deyil. 21-dən 13-ü çıxıram. Yerdə qalır 8. Ulduzun cavabı oldu 8. İfadə, yəni ədəd necə oldu? Tam şəkildə yazılışı 4836 oldu. Biz bundan 2149-u çıxırıq. Cavabı tapırıq 2687. Bu olur fərq. Bu fərqin də üzərinə 5348-i gəlirik. Cavabda alırıq 8035. Aldığımız 8035-i də yüzlüklərə qədər yuvarlaqlaşdırıb cavabda 8000-i alırıq. Bu belə, indi baxaq növbəti məsələmizdə, növbəti də görək bizə nə deyir. Ulduzun işarəsi, yəni bu 40-da deyir ki, ulduz kiçikdir 236768 çıxılsın 8475. Biz əvvəlcə bu çıxmanı yerinə yetirək. Bax, verilən ifadəni yazaq. 236768-dən. Gətirib çıxmalıyam neçəni? Deməli, 5 burada, 7 burada. 4 bir də 8. Çıxmalıyıq indi bunları bir-birindən. Bu fərqi tapandan sonra, yəni 236768-dən çıxandan sonra 8475-i yerdə qalacaq. 228293. Burada nə olacaq indi ifadə? Bax, bu cavabı aldıq. Bu indi ifadə nəyə çevrildi? Bax, bu ifadə ona çevrildi ki, bax, ulduz kiçikdir 228293-də. Bizə deyir ki,
Yəni fərqi tapandan sonra aldığımız ədədi gətirib onun yerinə yazmalıyıq da. Deyir ki, müqayisəndə ödəyən ən böyük ədədlə. İndi biz burada ulduzun yerinə ən böyük ədəd neçə yazmalıyıq? Ulduz da mütləq kiçik olmalıdır. Biz bunun yerinə ən böyük ədəd neçə yaza bilərik? 228.292 yazmalıyıq. Bax yazırıq. 228.292-ni yazmalıyıq. Ən böyük bu yazılmalıdır. Da bundan böyük deməli 228.293 gəlir. Bu da kiçik deyil, bərabər. Bunu yazdıq. Ulduzun qiymətini tapdıq. Ən böyük ədədlə deyir ki 38.469 ədədinin fərqini tapın. Nə etməliyəm? Burada çıxmalıyam. 38.469. Vəssalam. Bu qədər asan. İndi burada 228.292-dən çıxmalıyıq 38.469. Burada da qalacaq 189.823. Bu da harada vermişdir? Bu da C variantında verilmişdir. 40-da düzgün cavabımız olacaq C variantı. Vaxtı danışdıq. İndi baxaq növbəti sualımıza. Növbəti sualda görək bizdən nə istəyir? 81-də bizə nə deyir? 847 və 8275 ədədlərin cəmindən 4184 var kiçik olan ədədi neçədir? Bax, birinci nə etməliyəm? Bax, birinci olaraq mən bu cəmi tapmalıyam. Cəm demir, gəlin cəmliyək. Yəni 8275 ilə bu 847-ni etməliyəm, cəmləməliyəm. 5 üstə 7, 12, 1 yadda. 7 üstə 4, 11, o da 1, 12, yenə 1 yadda. 2 üstə 8, 10, o da 1, 11, 1 yadda, bu da 9. Bizim bu cəmimiz neçə elədi? 9122 eləmiş oldu. Deyir, bu cəmlə də 4184 var kiçik olan ədəd hansıdır? İndi gətirəm ikincini həll eləməyə. Yəni, bax, bu cəmimiz olan 9122-dən çıxmalıyam, az olan deyir axı, kiçik olan deyir. Onda 4184-ü bax buradan çıxmalıyam. Nə qaldısa bu da olacaq bizim doğru cavabımız. 9122-dən də çıxanda 4184-ü yerdə qalacaq 4938. Bizdən də məsələ bax bu soruşulur. 41-də də aldığımız cavab haradadır? Nə almışıq biz? 4938 almışıq. 4938 də A variantında verilmişdir. Bu belə baxaq indi növbəti məsələmizə. Görək növbəti məsələ 42-də bizə nə deyir? 42-də də bizə deyir ki, 2 rəqəmləri fərqli 3 rəqəmli ədədin cəmi 210-dur. Bu ədədlərin ən böyüyü ən çox neçə ola bilər? Ən böyüsünün, deməli, ən böyüyü ən çox neçə ola bilər? Bizdən bu soruşur. 2 rəqəmlər fərqli 3 rəqəmli ədəd var. Bax, 2 dənə ədədimiz var. Bunları cəmləyiblər. Cavabda neçə alıblar? 210 alıblar. Bizə də deyir ki, bunlar 3 rəqəmli olmalıdır və 2 rəqəmləri fərqli 3 rəqəmli ədəd olmalıdır. Bu ədədlərin ən böyük, ən çox neçə olmalıdır? Mən bunların birini yerinə ən kiçik yazmalıyam ki, digərini ən böyük tapa bilim də. Rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli ədəd hansıdır? 102-dir. Onda bəs bu birisinin qiyməti neçədir? Cəmlə bu 102-ni çıxaram. 210-dan çıxaram bu 102-ni ki, görün bir yerdəki neçə qalır. 10-dan 2 çıxanda 8, burada 0, burada da 1 qalmış olacaq. Deməli, bunun yerdə neçə dayanmalıdır? 108 dayanmalıdır. Üstünüzdə də neçədir? 108. Yəni, ən çox 108 olmalıdır rəqəmləri fərqli olan ədəd. Bu haqda da danışdıq. İndi baxaq növbəti məsələmdə. Yəni, burada birini böyük istəyirəmsə, digərinə bacardığım qədər daha kiçik qiymət yazmalıyım. Baxırıq 43 nömrəlidə bizə nə deyir? 43-də də deməli, bizə deyir ki, çıxma əməli yerinə yetirin, heç bir şey. Burada gətirməliyəm 6421-dən çıxmalıyam 592-ni. Yerdə nə qaldısa, bu da düzgün cavabımızda. 6421-dən də çıxanda 592-ni, yerdə qalır 5829. 5829 da D variantında verilmişdir. Bu belə, indi baxaq növbəti məsələmizə. Görək növbəti məsələmizdə bizə nə deyir? Burada da deyir ki, Y böyükdür 951-dən kiçikdir 972 şərtini ödəyən Y-in ən böyük qiyməti ilə ən kiçik qiymətin fərqini tapın. Kiçik qiymətin solda axtarırıq, böyük qiymətini sağında axtarırıq. İndi Y-in yerinə ən kiçik qiymət soruşur bizdən. Y-in yerinə ən kiçik qiyməti neçə yaza bilərəm? 952 yaza bilərəm. 952-dən kiçiyini yaza bilmərəm. Bəs ən böyük qiyməti neçə yaza bilərəm? 971 yaza bilərəm. Ən böyük qiyməti 971 olacaq.
Ən böyük qiymət ilə ən kiçik qiymətin fərqini tapın. Fərq deyəndə çıxmalıyıq burada. Deməli, nə etməliyəm? 900, yəni bax, buradan gətirək, bunları qaytaraq yerinə. 971-dən çıxmalıyım 952-ni buradan. Yerdə nə qalırsa, bu da bizim doğru cavabımızdır. 952-ni də çıxanda yerdə qalacaq 1944-də düzgün cavabımız olacaq D variantı. Bu da oldu 44 nömrəli çalışmamız. Bundan danışmış olduq. İndi baxaq 45-də görək nə deyir. 45-də bizə nə deyir? Yenə də sol tərəfdə cəm veriblər. Böyükdür ulduz bərabərçiliyində. Ulduz simvoluna yerinə yazılacaq ən böyük ədəd neçədir? Yenə bax, biz burada sol tərəfdə ifadənin cavabını tapa bilərik. Toplamanı yerinə yetirək. Yazacağım 7519 üstə gələk 9628. Bu cəmi tapmalıyam. Görək bu cəm neçə eləyəcək? 7519-un üzərinə 9628 gələndə bu eləyir 17147. Bu nə olmalıdır? Böyük olmalıdır ulduzdan. İfadə də buna çevrildi. Ulduz simvoluna yeni yazılacaq ən böyük ədəd neçədir? Mən də bunun yerinə ən böyük neçə yazmalıyam? Mütləq 17147-dən normalda kiçik olmalıdır. Ulduz kiçik olmalıdır. Və mən bunun yerinə neçə yaza bilərəm? 17146-nı yaza bilərəm. Da bundan böyüsün yaza bilmərəm də. Ən böyük ədəd bunu yazmalıyam burada. Bu da harada verilmişdir? Bu da C variantda verilmişdir. 17146 ədədi. Bu haqda danışdıq. İndi baxaq növbətisinə. Görək növbətidə bizə nə deyir. Deməli 46-da da yenə bir ifadə verilmişdir bizə. 7, 5 kvadratdır. Sonra 8 üstə gəlinib. Burada 3 yazıblar. 9, 4 və 3 bucaq. Sonra cavabda alıblar. Təşliyində 1 var. Onluğunda 4. Yüzlüyündə ulduz. Minliyində 4. 10 minliyində də 1 yazılır. İndi gəlin bax bunu ifadənin cavabında bax. Bax normalda, bu rəngini dəyişək bunu. Bax normalda 8 ilə bu 1-i toplasam 11 eləyəcək. 11, 1 də yadda qalacaq. Yazmışıq. Tək ki 1 yazdıq, 1 yadda qaldı. Kvadratla 9-u toplayıblar 14 eləyib. Amma yadda da 1 var. Deməli, mən bunun yerinə neçə yazmalıyım? Mən bunun yerinə 4 yazmalıyam ki, 4 üstə 9, 13 eləməlidir. Bu da yadda qalan 1, 14 olmalıdır. Yadda qaldı 1. Yenə yadda 1 qaldı. 5 ilə 4-ü toplamışıq. Eləyib burada. Neçə? 9, o da 1, 10, 0, 1 yadda. Çünki 1 yadda qalmışdı. İndi 1 yadda qalıb. 7 ilə neçəni toplayanda 14 eləyir 7-ni. Amma yadda qalan 1 də var axı. Deməli, mən bura 6 yazmalıyım. 7 üstə 6, 13. O da yadda qalan 1, 14. İndi bizə burada nə deyir? Bizə isə deyir ki, verilən ifadədə cəmi tapmaq lazımdır. İndi bizim də aldığımız ədəd kvadratın yeri, yəni bu cəmi tapmaq lazımdır. Kvadratın yerində 4, 3 bucağın yerində 6, ulduzun yerində də 0 dayanır. Bunları da toplasam neçə alacağım? 10 almış olacağım. 46 düzgün cavabımız olacaq A variantı. Hər birisini tapdıq və alandan sonra hər bir fiqurun, hər bir işarənin cavabını toplamalıyıq. Bu da oldu 10 A variantı. İndi baxırıq 47-ci sualımıza. 47-ci sualda bizə nə deyir? İki toplananlardan biri 37 vaid azaldısa, digərini azaldısa, digərini 15 vaid əlavə olundusa, cəm necə dəyişər? Bax, toplananlardan biri 37 vaid azaldısa, cəm elə 37 vaid azalacaq. İndi digər 15 vaid əlavə olunsa, eləcəm nə olacaq? Bunların fərqi qədər nə olacaq? Dəyişim baş vermiş olacaq. Deməli, 47 düzgün cavabımız olacaq. D variantı 47, deməli 22 vaid azalar. Bax, bir dəfə də deyirəm. İki toplananlardan biri nə qədər azalıb, digəri nə qədər artırsa, cəm də bunların fərqi qədər dəyişəcək. Necə dəyişəcək? Nə çoxdursa onu deyəcəyik. Bax, 37 vaid azaldı, azalmaya çıxma deyək. Digər 15 vaid artdı, 15 vaid artım deyək. Biri toplama, biri çıxma olanda bunları bir-birindən çıxmalıyım. Burada 2 qalacaq, burada da 2 qalacaq. Azalma 37, artım 15. Hansı çoxdur? Artım çoxdur, deyəcəm 22 vaid azalar. Cavabını götürmüş olacaq. Bu da harada var? Bu da D variantda verilmişdir. Bunu yadımızda saxlaya bilmiriksə, hər hansı bir toplama əməli götürərik, onun üzərində tətbiq eləyərik. Amma iki toplananlardan biri 37 vaid azalıb, digər 15 vaid əlavə olunarsa necə həll edəcəyik? Bunları bir-birindən çıxırıq və deyirik ki, azalar. Niyə? Çünki azalma çox idi. 37 çoxdur, 15 azdır. Əgər desəydi ki, 37 vaid artırıb 15 vaid azalsa, onda 37 artım çoxdur deyə deyəcəkdik, artım baş verdi.
Bu haqda da danışmış olduq. İndi baxaq növbəti məsələmizə. Görək növbəti də bizə nə deyir burada. 48-də də bizə deyir ki, Amalın atasının bank hesabında 19.380 manat pulu var. O qiyməti 13.478 manat olan maşın alarsa nə qədər pulu qalar? Bank hesabında nə qədər pulu var? 19.380. Və bu puldan nə qədər xərcləyir? 13.478 xərcləyir. Və biz bunları çıxmalıyıq bir-birindən. Yerdə nə qalsa da, bu da onun qalıq puludur. 19.380-dən də çıxanda 13.478-i yerdə qalacaq 5.902. Bu da harada verilib? D variantında verilmişdir. Yəni pulundan xərcləyir. Mənim 10 manat pulum var. 5 manatın xərclədimsə nə qədərsə qalacaq? Ondan 5 çıxmalıyam da. İndi bunun da pulu 19.380-dir. 13.478-ni xərcləyibsə nə qədərsə qalıb bir-birindən çıxmalıyıq. Yerdə də qaldı neçə? 5.902. Bu oldu 48 nömrəli məsələmiz. İndi gəlin baxaq 49-a. Görək 49-da bizə nə deyir burada? Deyir ki, 437.681 çıxılsın ulduz bərabərdir 90.468 sonrası ulduz simvolu yerinə yazılacaq ədədi modellə göstərin. Biz əvvəlcə baxırıq ki, bax azalan, bu azalandır. Bu çıxılandır, bu isə fərqdir. Düzdür? Bax, bizə də burada çıxılan verilməyib. Çıxılanı tapmaqdan ötürü nə etmək lazım idi? Azalandan fərqi çıxmaq lazım idi də, normaldır. İndi mən də gətirəcəm burada, bu əməli yerinə yetirəcəm. Azalanımız 437.681-dir. Çıxmalıyam fərqi, yəni 90.468. Buradan çıxmalıyam. Görək cavabımız nə qalsa, bu da bizim düzgün cavabımızdır. 437.681-də azalan, fərq isə 90.468-dir. Yerdə qalacaq 347.213. İndi modellə verilmiş ədədə baxırıq. 100 minlikdə neçə olmalıdır? 3 olmalıdır. Baxaq A variantına. 100 minlikdə baxıram. Təklik, onluq, yüzlük, minlik, 12 yüz minlik. Bəli, 100 minlikdə 3 var. Var. 10 minlikdə 4 var. Baxıram 10 minlikdə 4 var. Bəli, bunun varıdır. Minliyində 7 var. Sayırıq 2, 4, 6, 7. Bəli, minliyində də 7 var. Yüzlüyündə 2 dayanıb. Bəli, baxırıq ki, bunun da yüzlüyündə 2 dayanıb. Sonra onluğuna baxıram 1 dayanıb. Bəli, bunun onluğunda da 1 var. Təkliyinə baxıram 3-dür. Təkliyində də 3 dayanıb. Deməli, düzgün cavabımız olacaq A variantı ilə. Deməli, A-dadır. Modellə göstərişi düzgün şəkildə A variantında verilmişdir. Bu haqda da danışmış olduq. Baxaq indi növbətinə görək 50-də bizə nə deyir? 50-də nə deyir bizə? Deyir ki, 3 bucaq çıxılsın 6214 bərabərdir 7347 və ulduzdan da çıxıblar 1802-ni qalıb 2193. Olarsa 3 bucaq çıxılsın, ulduz fərqini tapın. Bax, biz baxırıq birincidə bu nədir? Bu azalandır, bu çıxılandır, bu da fərqdir. Azalanı tapmaqdan ötürü nə etmək lazım idi? Çıxılanın üzərinə fərqi gəlmək lazım idi. Birincidə gəlin bunu yerinə yetirək. Çıxılanımız 6214 üzərinə gəlməliyik neçəni fərqi? 7347-ni gəlmək lazımdır burada. Yəni neçədənsə 6217 çıxıblar, 7347 qalıb burada. Biz də bunu həll edirik. 7 üstə 4, 11, 1 yadda, 1 üstə 4, 5, o da 1, 6, 2 üstə 3, 5, 7 ilə 6, 13. Bu oldu nəyin cavabı? Bu oldu 3 bucağın cavabı. Bunu yazdıq. İndi bundan sonra gəlirik yenə ikinci düz bucağın içindəkinə. Yenə burada azalan, burada çıxılan, bu da fərqdir. Yenə azalanı tapmaqdan ötürü nə dedik biz? Deməli, çıxılanla bu fərqi toplamaq lazımdır. İndi yenə də gətirəcəm burada. 1802-nin üzərinə gəlməliyəm fərqi 2193-ü. Belə veriblər də, bəli, 2193 verir. Cəmliyə 2 üstə 3, 5, 0 üstə 9, 9, 8 üstə 1, 9, bu da 3. Sonra nə deyir? 3 bucaq çıxılsın. Yəni, bu da oldu artıq ulduzun deyəcək. Bu da oldu ulduzun cavabı. İndi biz gətirməliyik 13.561-dən çıxmalıyıq. Bax bunu, yəni 3.995-i çıxmalıyıq. 13.561-dən də çıxanda 3.995-i yerdə qalacaq 9.566. Deməli, bu da hansı variantda verilmişdir? Yəni, biz bu fərqləri tapandan sonra bu da olur bizim düzgün cavabımız. Bu da verib harada? C variantında verilmişdir. 9.566. Bu haqda da danışmış olduq. Baxaq indi növbəti də görə bizə nə deyir? Növbəti də görə bizdə nədən danışır?
51-də həqiqətən də 4-cü sinifə başlayan şagirdlər üçün ilk əvvəldən başlayan sınaqlar biraz daha çətindir. Çünki həm yay tətilindən gəliblər, həm də ki 4-cü sinifdən daha sadələrdən başlayır. 3-cü sinifin təkrarı ilə başlayır və monitorinq 2-də bu cür çətin suallar salınıb. Amma dediyim kimi bunlar şagirdlərin hazırlaşması üçündür. Şagirdlər artıq bu kimi suallara vərdiş etməlidirlər ki, imtahanda qarşılarına çıxanda düşünməsinlər ki, və yaxud ki, belə bir fikir yaramasın ki, biz bunu keçməmişdik, biz bunu nətər həll eləyək, bu bizə çətindir. Yəni, çətindən işləmək lazımdır ki, artıq qiymətləndirmədə də qarşımıza çıxanları rahat şəkildə həll edə bilək. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Rəydə yazsaz çox mükəmməl olar. Baxaq indi 51 nömrəli ilə davam edirik. Yazıb ki, K, L, M, bir də N. Çıxılsın 4, sonra burada 4, 1, burada da 4 yazıblar. Və fərqdə nə yazıblar? 2 yazıblar, 5 yazıblar, 39. Bizədir ki, verilmiş istiqamətdə KLM-in ədədini tapın. KLM-in ədədini tapmaq lazımdır. İndi gəlin, bax, bunu rəngini dəyişək, göstərək burada nə ediblər. Baxırıq ki, N-dən 4 çıxıblar, 9 qalıb. Neçədən mən düşünürəm ki, 4 çıxanda 9 qala bilər. Buna əsas baxmaq lazımdır. Biz də baxırıq ki, bax, bura 3 yazsam, bax, N-in yerinə 3 yazsam, 3-dən 4 çıxanda 9 qala bilərdir. Çünki başqa heç bir variantda mən 4-dən, yəni hər hansı bir ədəddən 4 çıxanda 9 ala bilmərəm. Deməli, burada 3 dayanıb ki, bu M-dən birini buna borc veriblər. Olub 13, 13-dən 4 çıxanda 9 qalar. Bu belə şəkildədir. Yəni, N-in qiyməti neçədir? N-in qiyməti bərabər oldu 3-ə. M-in qiyməti nədirsə, M-dən də 1 çıxıblar, 3 qalıb. 3-lə 1 toplayalım 4 eləyər. Amma düşünək ki, biz N-ə də bir dənə borc vermişdik axı. Onda bunun yerində neçədir? 5 dayanır. Çünki 5-dən 1-in götürüb 3-ə N-ə vermişdim. Qalmışdı 4, 4-dən də 1 çıxılır, 3 qalır. Deməli, M-in qiyməti nəyə bərabərdir? 5-ə bərabərdir. Burada heç nə, L-dən heç nə almadı. İndi normalda L-dən 4 çıxanda 5 qalıb burada. Neçədən 4 çıxanda 5 qalır? Təbii ki, L-in qiyməti bərabərdir 9-a. 9-dan 4 çıxanda 5 qalır. Və heç nə də borc almamışıq. K-dan da 4 çıxanda 2 qalıb. Neçədən 4 çıxanda 2 qalır? K da bərabərdir 6-ya. İndi bizdən nə soruşub bəs burada? Bizə də deyir ki, verilmiş istiqamətdə K, L, M, N ədədini tapın. K-nın qiyməti 6, L-in qiyməti 9, M-in qiyməti 5, N-in qiyməti 3. 6953, bu da harada verilib? A variantı da verilmişdir. Bu şəkildə danışdıq. Baxaq indi növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nədən danışır? Bax, bizə nə deyir 52-də? Deyir ki, ABCD plus LMNR, daha ondan sonra heç nə yazmayıb. Yuxarıda toplama əməlində ABCD ədədini 100 vayd artırsaq, LMNR ədədini 50 vayd azalsaq cəmlicə dəyişir. Burada heç bir toplanan yoxdur. Bizə fərq yoxdur. Ədədi 100 vayd artırmaq, üstə gəlir 100-dür. Digər ədədi 50 vayd azalsaq, yəni 50-ni çıxsaq. Biri toplama, biri çıxma da nə edirdik? Çıxırdıq. 100-dən 50 çıxsam 50 qalacaq. İndi artar deyərik, yoxsa azalma deyərik. Mərtəbə vaidlərin sayının artırılıb azalması dərsində danışmışdıq ki, bu tipli misallarda biz nə çoxdur onu deyirik. 100 artım, 50 azalma. Hansı çoxdur? Artım çoxdur deyəcəm 50 vaid artar. Düzgün cavab olacaq C variantı. Birini 100 vaid artır, birini 50 vaid azalsaq nə olacaq? Elə bir ki, məsələn 100 manat vermişdik, gedib onun 50-sini tutub alırıq. Yerdə nə qalır? 50-si qalır da və salam bu şəkildə məsələmizi həll eləmiş olduq. Bu şəkildə danışdıq. Baxaq indi 53 nömrəli məsələyə. 53-də gedib məsələ qalmadı. 53-ə baxaq indi. 53-də bizə nə deyir? Mağazaya birinci həftə 920 kiloqram, ikinci həftə isə birinci həftədən 999 kiloqram çox şəkər tozu gəlmişdir. 2 həftəyə mağazaya neçə kiloqram şəkər tozu gəlmişdir? Bax, yazıram birinci həftə. Birinci həftə nə qədər gəlib? 920. Bəs ikinci həftə nə qədər gəlib? İkinci həftə isə birinci həftədən 999 kiloqram çox. Yəni 920-nin üzərinə 999-u gəlməliyəm ki, tapım ikinci gün gələni. 0 üstə 9, 9, 2 üstə 9, 11. 1 yadda 9, 9, 18. O da 1, 19. 2 günə nə qədər gəlib? İndi baxdıq ki, birinci gün gələn bu, ikinci gün gələn bu. Bizə dedi ki, 2 həftədə mağazaya nə qədər gəlib? Ondan 1919-un üzərinə 920-ni gəlməliyik. 9 üstə 0, 9, 1 üstə 2, 3, 9, 9, 18, 1 yadda, bu da 2.
Deməli 53-də düzgün cavabımız olacaq. Nə qədər? Deməli şəkər tozu gəlmişdir. Biz məsələn sonra baxırıq dedik ki, ikinci həftə mağaza. Təkcə ikinci həftəni soruşur. 2 həftəyə cəmi nə qədər gəlib soruşulmur. İkinci həftə, yəni ikinci həftə nə qədər gəldiyini soruşulur. Artıq bunları cəmləməyə ehtiyac yoxdur. Bizə desəydi ki, yəni biz sondakı bu oxunuşa diqqətlə baxaq. İkinci həftə mağazaya neçə kiloqram gəlib? Cavabımız olacaq 1919. Amma biz necə oxuduq biz məsələn şərtini? Dedi ki, 2 həftəyə, əgər məsələn şərtinə desəydi ki, 2 həftəyə nə qədər gəlib, onda ikisini toplayacaq. Sadəcə bizdən ikinci həftə soruşulur, cavabımız olacaq 1919. Bu daha asandır. Bu şəkildə danışdıq. İndi baxaq növbətiyə, görək növbətidə bizə nə deyir burada? 54-cü sualımızda görək 54-də bizə nə deyir? Hansı bəddə cəm əvəzləmə üsulu ilə tapılmışdır? Bunu soruşur bizdən. Baxırıq ki, əvəzləmə üsulu ilə 2198 üstə gələ 3 sonuç cəmi var. 2 gəliblər üzərinə burada, sonra burada 2 çıxıblar, yəni 2-ni gətiriblər bunun üzərinə 2200 üstə gələ 311. Demək, bərabərdir neçə? 2511. Elə 54-də baxırıq ki, düzgün cavabımız elə A variantıdır. Bəli, burada əvəzləmə üsulundan istifadə ediblər. Bir toplanandan aparıblar, o birisi toplanan üzərinə gəliblər və axırda da cəmləyiblər. Cavabı da düzgün şəkildə tapıblar. 54-də düzgün cavabımız olacaq A variantı. Gəlirik 55-ə. Görək 55-də bizə nə deyir? 3, 4, 8, 0, 7, 1 rəqəmlərini yalnız bir dəfə istifadə etməklə yaranan ən böyük və ən kiçik 6 rəqəmlərdə yüzlərə qədər yuvarlaqlaşdırılıb. Toplasaq cəm neçə olar? Bir dəfə ən böyüsünü almalıyım. Ən böyüsünü tapanda 8 əvvələ yazıram. Sonra 7-ni yazmalıyım. 8, 7, sonra 4-ü yazmalıyım. 3-ü yazmalıyım. 1-i və 0-ı yazmalıyım. Bu oldu ən böyüsü. Bütün rəqəmləri yazdıq, 8-i yazdıq, 7-ni yazdıq, 4-ü, 3-ü, 1-i və 0-ı. Bir dəfə də ən kiçiyini almalıyım. Ən kiçiyində neçə yazmalıyım? 1-i yazmalıyım əvvələ, sonra 0-ı yazmalıyım, sonra 3-ü, 4-ü, 7-ni və 8-i. Bu da olacaq ən kiçiyi. Deyir ki, yalnız bir dəfə istifadə etməklə yaranan ən böyük və ən kiçik 6 rəqəmlər də yüzlüklərə qədər yuvarlaqlaşdır. Yəni yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Birincisini baxıram yüzlüyündə dayanıb 3. 3-dən sonra 1 gəldiyinə görə nə olacaq? 3 qalacaq yerində. 3-dən soldakı 874 də yerində qalır. 3-dən sağdakılar 0-a çevrilir. İkincisini də yenə yüzlüklərə qədər yuvarlaqlaşdırıram. Deməli, ədədi yüzlüklərə qədər yuvarlaqlaşdıraq. İndi bax, yüzlüyündə 4 dənə. Bundan sağda 7 gəldiyinə görə bu bir vayda artacaq. Olacaq 5. 103 yerində qalacaq. Gəlin bunun qarşısında yazaq. Bax, burada 103 yerində. Sonra 4, 5 olacaq. Bir vayda artacaq. Qalan da 0 yerində. İndi bizə nə deyir? Toplasaq cəm neçə olmuş olacaq? İndi bunları toplamaq lazımdır. 874.300-ün də üzərinə gəlməliyik burada neçəni? 103.500-ü. Bunları da bax toplasaq buradakı cəmi. Bu neçə almış olacaq? 977.800 alınmış olacaq. Bu da harada verilmişdir? Bu da D variantında verilmişdir. Hər birisindən böyük və kiçiyi ədəd düzəldirik, sonra bunları yüzlüklərə qədər yuvarlaqlaşdırırıq, sonra aldığımız ədədlərdə bir-biri cəmləmək lazımdır. Cəmlədik, cavabımızı da tapmış olduq burada. Bundan danışmış olduq, indi baxaq 55 nömrə. 55-dən başlayaraq isə bizdə burada açıq suallar verilibdir. Daha doğrusu 55 yox, 56-nı işarələməliyik. 56-cı sualdan başlayaraq bizə burada açıq suallar verilmişdir. Deyir ki, 46.875 üstəgəl 3468 verilmiş ifadədə toplananların ən yaxın yüzlüyə yuvarlaqlaşırsaq cəm neçə olar? Gəlin bax, birinci toplananları yazaq bura. 46.875-i veriblər. Bunu ən yaxın yüzlüyə qədər deyir bizə. Yüzlüyünə baxıram 8-dən, 8-dən sağa baxıram 7-dir. 5-dən böyük olduğuna görə 8 bir vayda artacaq. Olacaq burada 9, 46 yerində, qalanları 0 olacaq. Olacaq 46.900. Digərinə baxıram. Digər toplanan isə burada 3468 veriblər burada. Yüzlüyə qədər yuvarlaqlaşdırsaq. Yüzlüyündə 4 dayanıb biz sağına baxırıq. 6-da 5-dən böyük olduğuna görə 3 isə, yəni burada 4 bir vayda artacaq. 5 olacaq, 3 isə yerində qalacaq. Qalanlar isə 0 oldu. Bu oldu birinci toplanan, bu da oldu ikinci toplanan. Bunları nə etməliyik? Cəmləsək deyir. 46.900-ün də üzərinə gəlməliyəm 3500-ü. Cəmləsək burada 0, burada 0 olacaq. 9-dan 5, 14, 1 yadda. 6 üstə 3 gəlsəm. 9-da da 1, 10, 0, 1 yadda. 4-dən də o 1-i toplasam 5 olacaq. 50.400 olacaq. Düzgün cavabımız. Deməli, bura neçə yazılmalıdır? 50.400-ü bax burada yazmış oluruq. Bu oldu 56-cı sualımız. İndi baxırıq
57-ci sualımıza görə 57-ci sualda bizə nə deyir burada? Baxırıq ki, burada 57-ci sualda M-in qiymətini bir dəfə 3718 veriblər, bir dəfə də M-in qiymətini 10509 olarsa, M üstəgəl 126347 ifadəsinin qiymətlərinin cəmini hesablayın. Yəni bir dəfə burada M-in yerinə 3718 yazıb cəmləməliyik. Bir dəfə də 105.000 yazmalıyıq. Burada toplamalıyıq. Gəlin bax bu ifadəni yerinə yetirək. Bu dediklərini yerinə yetirək. Demək birinci M-in qiymətini yazsaq bura. Yazılır. Bax burada M-in qiymətini bir dəfə gətirib bax bu ifadədə yerinə yazmalıyıq. Yəni ikinci toplam neçədir? 126.347-dir. Bunun üzərinə gəlməliyəm. 318-i, yəni M-in birinci qiyməti 3000, daha doğrusu 3000, bunun üzərini silək, daha şəkildə oxuyaq. 3718. Cəmləməliyik bunun üzərinə. Deməli 126.347-nin də üzərinə gələndə 3718-i bu eləcə 130.000 neçə? 65 eləmiş olacaq. 130.065 elədi. Sonra bir dəfə də nə etməliyik? Yenə də bir dəfə bunun yerinə, yəni 126.347-nin üzərinə bir dəfə də gəlməliyik 10.509. 10.509-u gəlməliyik. Sonra bunun cavabını, yəni 126.347-nin üzərinə gəlsək 10.509-u, bu deyiləcək 136.856. Düz hesabladıq, bəli, 126.347-nin üzərinə gəlməliyik 10.509-u. Düz şəkildə hesablamışıq burada. İndi bundan sonra bu iki ifadə, yəni buradakı iki dənəni nə etməliyik? Cəmləməliyik burada. Yazırıq 130.065 üzərinə gəlməliyik 136.856. Bunları da toplasaq, yəni 136.858-in üzərinə 130.065-i gəlsək, bu deyiləcək 266.921. Buraya yazılmalıdır neçə? 266.921. Bu da oldu düzgün cavabımız. Bu haqda danışdıq. Biraz daha çətin məsələdir. Yəni daha çətindir. Yəni hər birisini ayrı-ayrı toplayıb sonrasına toplamaq, yəni yekunda da aldığımız cavabları toplamalıyıq. İndi baxırıq 58-ə. Görək 58-də bizə nə deyir? İstirahət mərkəzinə hər il bir öncəki ildən 1345 nəfər çox turist gəlir. Birinci il 936 nəfər gələrsə, 4 ilin sonunda istirahət mərkəzinə neçə nəfər turist gəlmiş olar? Bax, birinci ili veriblər bizə. Neçədir? Birinci ili 936 nəfər gəlib. İkinci il nə qədər gələcək? Deməli, bu 936-nın üzərinə gəlməliyəm neçəni? 1345-i. Çünki hər il bu qədər çox adam gəlir. İndi burada da 936-nın üzərinə 1345-i gəlsəm, bu eləyəcək neçə? 2281. Üçüncü il nə olacaq artıq? Üçüncü ildə bu 2281-dən yenə 1345 nəfər çox gələcək. 2281-in də üzərinə gəlməli neçəni? 1345-i. Çünki hər il bu qədər çox adam gəlir. Bunun da üzərinə 1345-i gəlsə, burada neçə olacaq? 3626 olacaq. Dördüncü ildə bəs nə baş verəcək? Deməli, dördüncü ildə isə bu 3626 nəfərdən nə olacaq? 1345 nəfər çox gəlmiş olacaq. Yenə də bax, bu cəmi tapmaq lazımdır. Üzərinə 1345-i gələndə 4971 olmuş olacaq. Deməli, sonda 58-ci sualda düzgün cavabımız neçə olacaq? 4971 nəfər gələr. Buraya yazacağıq 4971. Bu da oldu 58-ci sualımız. İndi baxırıq 59-cu sualda görək bizə nə demiş olur. 59-da da deyir ki, bir ambarda 4321 kiloqram buğda, deməli 1234 kiloqram arpa, buğda və arpanın cəmindən 2346 kiloqram az çoldar var. Ambarda cəmi neçə kiloqram taxıl var. Bax, yazırıq bura birinci ambar. Birinci ambarda nə qədər var? 4321 var. Buğda var. İkinci ambarda bizə nə deyir? Deməli, birinci ambarda 4321 kiloqram buğda, 1234 kiloqram arpa var. Burada yazırıq 1234 kiloqram arpa var. Buğda və arpanın cəmindən, yəni mən bunları cəmləməliyim. Bura 1 ilə 4-ü toplasam 5 eləyəcək, 2 ilə 3-ü toplasam 5 eləyəcək, 3 ilə 2-ni toplasam 5 eləyəcək, burada 5 eləmiş olacaq. Hamısı 5 eləmiş oldu. 1 üstə 4, 5, 2 üstə 3, 5, 3 üstə 2, 5, 4 üstə 5.
Bax bu cəmdən, arpanın cəmindən, yəni bu iki cəmdən nə deyir? Cəminin 2346 kiloqram az-çoxdar var. İndi 3-cü ambarda da bax bu 5555-dən 2346 kiloqram az-çoxdar var. Az da deyəndə çıxmalıyam. 2346-nı bax buradan çıxmalıyam. Çıxaq, bax bu ifadənin cavabını tapmış olacaq. 550, demək 5555-dən də 2346-nı çıxanda yerdə qalacaq 3209. İndi bizdən bəs sonda nə soruşur? Bizdən də sonda soruşur ki, ambarda cəmi neçə kiloqram taxıl var? Biz də ikisinin cavabını tapmışdıq. Bu cavabın üzərinə nə etməliyik? 8300, demək 3209-u gəlməliyik. Yazıram burada 5555. Bunun üzərinə nə etməliyəm? 3209-u gəlməliyəm ki, cavabı buradan tapmış olaq. Demək, nə qədər olmuş olacaq burada da? Bunların da cəmi tapmış olsaq 8764 olacaq. Demək, bura neçə yazmalıyıq? 8764-ü yazmaq lazımdır. Bu da oldu 59-cu sualımız. İndi baxaq, nəhayət sonuncu 60-cı suala baxaq. Görək 60-cı sualda nə deyir? 2 ədədin cəmi 7341-dir. Böyük ədəd 5275-dən 1248 var kiçik olan ədəd olarsa, kiçik ədəd neçədir? Bax, 2 dənə ədədimiz var. Bu olsun biri, bu da olsun ikincisi. Bunları cəmləyiblər. Nə alıblar cavabda? Alıblar 7341. 2 ədədin cəmi 7341-dir. Böyük ədəd 5275-dən 1248 var kiçikdir. Gəlin tapaq da 5275-dən deyir ki, 1248 var kiçikdir. 1248-i bax buradan çıxmalıyım. Kiçik deyəndə çıxmaq lazımdır. Çıxsaq əgər 5275-dən 1248-i. Yerdə neçə qalacaq? 4027 qalacaq. Yəni bu ədədlərin böyüsü neçədir? 4027-dir. Bəs bu ədədi necə tapacaq? Onda cəmdən də nə edərəm? Bunu çıxmaq lazımdır da. Getirərəm bax burada rəngini dəyişək. Cəmdən 7341-dən çıxmalıyam 4027-ni. Yerdə nə qalsa, bu da bizim düzgün cavabımızdır. 7341-dən də bunu çıxsaq, atacağımızı tapmış olacaq. Bu fərqi də tapsaq burada neçə olacaq? 3314 olmuş olacaq. Demək, bura neçə yazılmalıdır? 3314 yazılmalıdır. Bu da bizim doğru cavabımız olacaq. Monitoring 2 haqqında bu qədər. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın.